Hüquqi dövlətdir.az saytının rəhbəri və beynəlxalq hüquq eksperti İsmail Zalovdur. Xoş gördük İsmail müəllim. İsmail müəllim, bu günlərdə Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə kompleks tədbirlər həyata keçirildi Qusar rayonunda. Yəqin ki, bu xəbərdən məlumatınız var. Təbii ki, bu xəbərlərdə də bizdə getdi. Bu haqda geniş məlumatlar yayıldı. Bu terror təşkilatları haqqındakı kiçik qruplaşmalar tutuldu Qusar rayonunda. Bu haqda nə demək istəyərdiniz? Təbii ki, Azərbaycan dövlətimiz hüquqi dövlət olduğunu bir daha da isbat etdi. Azərbaycan Respublikamızın Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları gecə-gündüz xalqına, millətinə, dövlətinə sədaqətlə xidmət edir. Qusarda olan bu terror qruplaşmanın qarşısını Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları bunun qarşısını alaraq ifşa etdilər. Təbii ki, Daxili İşlər Nazirliyi əməkdaşları ilə birgə, Daxili İşlər Nazirliyi ilə bilirsiniz, terror həqiqətən o baş alsaydı nə cür, nə qədər fəsadlar verərdir. Nə qədər insana zərər verərdi. Ancaq bunu anlamalıyıq ki, hər bir şəxs vətəninə, dövlətinə sədaqətli bir vətəndaş olmalıdır və vətəndaş olaraq dövlətçiliyinə xidmət etməlidir. Azərbaycan Respublikamızın Dövlət Təhlükəsizlik Xidməti həqiqətən də yüksək səviyyədə tək bu iş deyil, Qusarla bağlı. Çox böyük əməyi və zəhməti vardır. Terrorun qarşısını nə qədər alınıb. İsmail müəllim, xarici dövlətlərdən də danışmaq istəyirəm. Xarici dövlətlərdəki təhlükəsizlik xidmətləri və bizim dövlətdəki təhlükəsizlik xidmətinin fərqi nədədir? Bu haqda da biraz geniş məlumat verərdiniz. Xarici ölkələrlə, xarici dövlət təhlükəsizliyinə baxanda, Azərbaycan dövlətimizə baxanda, Azərbaycan dövlətimizin Dövlət Təhlükəsizlik Xidmətinin əməyi çox böyükdür. Xarici dövlətlər o ölkələrdə nə qədər terror baş alır gedir.